Əgər həssas birisinizsə bu videonu axıra kimi izləyin. Bir müddət seanslar etdikdən sonra fərqinə vardım ki, həssas insanların problemlərinin əsas səbəbi çox vaxt susmalarıdır. Həssas insanlar məntiqli olaraq çox qırılgan olurlar. Kimsə onların xətirlərinə dəyəcək bir söz deyir, zarafat eləyir. Həssas insan onun içərisində özünü narahat edəcək bir cümlə tapır, narahat olur, lakin bu haqda heç nə demir. Seans əsnasında o suala ki, okey, nəsə demək istəyirdiniz, amma dediniz ki, demədim. Niyə görə qarşı tərəfə bu haqda fikrinizi demədiniz? Cavab olaraq da çox vaxt eyni şey eşidirəm. Bəlkə səhv başa düşmüşəm. Bəlkə o insan heç onu nəzərdə tutmurdu. Amma o insan onu nəzərdə tutsa da, tutmasa da, siz o onu nəzərdə tuturmuş kimi bu haqda əgər düşünürsünüzsə, demək ki, sizin üçün bu önəmli bir mövzudur. Bir çox insanın konflikt istəməməyinin səbəbi özünü narahat hiss eləyəcək situasiyanın içində olmaq istəməməsidir. Amma sizi narahat edən şeyi dilə alıb demədikdə və onun üzərində bir söhbət olsun, dialoq olsun, lap konflikt olsun, olmadıqda o sual sizin beyninizdə qalır. Bütün günü o haqda düşünürsünüz və onsuz da narahat olursunuz. Öncədən probleminizi dilə almamaq səbəbiniz narahat olmamaq idisə, hal-hazırda yenə narahatsınız, amma artıq problemi dilə almadığınız üçün tutalım ki, qarşı tərəf sizin şişirdiyinizi düşünsün. Amma əsası odur ki, beyninizdə fırlanan suala cavab tapırsınız.